Əməkdar artist Dilarə Əliyeva Türkiyədə yeni və maraqlı fotosessiya etdirib. Müsavat.com xəbər verir ki, tanınmış aktrisa bu dəfə məşhur türk fotoqrafı Unal Avcı'nın kamerası qarşısına keçərək fərqli və yadda qalan çəkilişlərə imza atıb. Fotosessiya Türkiyənin mədəniyyət və incəsənət mərkəzlərindən biri olan İstanbul şəhərində baş tutub. Çəkilişlər ağ, qara və qırmızı rənglər üzərində qurulan xüsusi konsert əsasında həyata keçirilib. Seçilən rənglər fotosessiyaya həm klassik, həm də dramatik ab-hava qataraq aktrisanın obrazını daha da ön plana çıxarıb. Fotosessiya zamanı Dilarə Əliyeva bir-birindən fərqli geyim və üslublarda obyektiv qarşısına keçib. Onun zərifliyi, emosional mimikaları və peşəkar pozları sənətçinin aktyorluq bacarığını bir daha nümayiş etdirib. Aktrisanın yaratdığı obrazlar sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib. Əməkdar artist yeni fotolarını şəxsi Instagram hesabında paylaşaraq izləyicilərinə təqdim edib. Paylaşımlar qısa müddət ərzində çoxsaylı bəyənmə və rəylər toplayıb. İzləyicilər Dilarə Əliyevanın həm görünüşünü, həm də seçilən konsepti yüksək qiymətləndiriblər. Qeyd edək ki, sənətçi son illər həm teatr, həm də ekran işləri ilə yanaşı fərqli imicli fotosessiyaları ilə də tez-tez gündəmə gəlir.